Salam Elham. Aleykümselam. Bayaq bizim evdən bura zəng vurublar, təcili yardım çağırmağa. Deyiblər ki, nə olub? Evdəkilər deyib ki, bəs pişikdən qorxub da qaynanam. Hə, Onlar da qayıdıb ki, bəs pişikdən qorxub pısımırla qoy başına yatsın. O kim deyib? Hansı operator deyib o? bilmirik. Necə bilmir? Neçə də operator var orada? 5 tane. Bilmirik. Bir də o necə mən öyrənə bilərəm hansı operator deyib? Deyir. Deyib ki, bəs ürəyi tutulub. Deyib pişikdən qorxub ürəyi tutub da. Ne kadar kişiden korkup ürəyi tutanda beyan burada verirler. Ürəyi tutub da bu adamın indi hər nədən qorxub, nə bilim. Ya bir ürəyi tutup, kişiden korkup ürəyi tutup, həkim gəlib onu neynir? Ürəyi tutub da, ürəyi tutub. Başa düşürsən, ürəyi tutub. Sənin anovun ürəyi tutub. Yıxılıb. Kişiden korkup ürəyi tutup başka şey. Amma da pişikdən qorxub, canavardan qorxub. Axır ürəyi tutub da bu adamı. Mən demirəm ki, dombalaq aşır, salto vurur. Korkup ürəyi tutup. Deyirəm ürəyi tutub da. Nasıl olur? Başa düşmən necə olur bəs? Kişiden korkup ürəyi tutup. Bəs hara tutur? Omba tutur. Harası tutur? Kişiden korkup ürəyi tutanda skoru gelmir adam. Ürəyi tutanda skor gəlmir. Bəs kim gəlir? Fövqəladə Hallar Naziri gəlir. Ürəyi tutmaqla gəlib skoru neynir ki ona? Amma ürəyi tutub, ürəyi tutub. Halı pisdir. Bilinmir, paraliz vurub, infak vurub, skoru bacarını çağırım mən. Peki məntiqlə ver. Amma mən məntiq dərsi keçməmişəm də 8-i qurtarmışam. Başa düşün? Sən məntiqlə heç sonra başa düşkünən ki, bu qorxub ürəyi